imamların olması işe yarayıbmı? İndi isə bütün bu müzakirələrdən sonra gəlin ən önəmli, ən təməl nöqtəyə toxunaq. Şiə etiqadına görə imamların varlığı zəruridir. Çünki Allahın öz ümmətini ixtilaflardan qoruması, onlara qəti bir hidayət yolu göstərməsi, onun lütfünün və ədalətinin bir gərəyidir. Əş-Şərif Əl-Mürtəda bu məntiqi belə izah edir. Əqli məsələlərdə və ya mütəvatir nəqillərlə sabit olan mövzularda imama ehtiyac yoxdur. Lakin haqqında qəti bir dəlil olmayan ixtilaflı məsələlərə gəldikdə isə imama ehtiyac qaçınılmazdır. Çünki ixtilaf anında onun sözündən və izahından başqa sığınacaq bir yer yoxdur. O ixtilafı aradan qaldırmaq üçün Allahın höccətidir. O etiraf edir ki, imamın varlığı ixtilafı tamamilə aradan qaldırmasa belə, ən azından onu ciddi şəkildə azaltmalıdır. Yaxşı, bu nəzəriyyədə çox gözəl səslənir. Lakin, gəlin reallığa baxaq. Tarix həqiqətən də bunu təsdiqləyirmi? Əgər bu iddia doğrudursa, o zaman biz 12 imamı qəbul etmiş Şiə tayfasının öz daxilində sünnət əhlinə nisbətdə qat-qat daha az ixtilaf görməliyik. Bəs vəziyyət həqiqətən də belədirmi? Yoxsa reallıq bu nəzəriyyənin tam əksini göstərir? Reallıq budur ki, Cəfəri adlandırdıqları məzhəbin öz daxilindəki ixtilaf heç də sünni məzhəblər arasındakı ixtilafdan az deyil, bəlkə də daha dərindir. Və bu təkcə bizim iddiamız deyil. Bu, onların öz ən böyük alimlərinin öz dilləri ilə etdikləri acı bir etirafdır. Şiəliyin Şeyxud taifəsi, yəni tayfanın şeyxi adlandırdıqları Əbu Cəfər Ət-Tusi öz Əl-Uddə kitabında bu dərin böhranı bütün çılpaqlığı ilə təsvir edir. O yazır, mən bu haqq firqəni, yəni şiələri əhkam mövzusunda o qədər fərqli məzhəblərə bölünmüş gördüm ki, taharətdən diyyətə qədər fikhin bütün bablarında birinin fətva verdiyi ilə digəri fətva verməyib. Mən onların alimlərinin ixtilaf etmədiyi tək bir salamat bab belə tapa bilmədim. Mən öz kitablarımda onlardan gələn 5000-dən çox müxtəlif hədis zikr etmişəm və onların əksəriyyətində tayfanın öz daxilindəki ixtilafını da göstərmişəm. Bu heç kəsə gizli olmayan bir həqiqətdir. Hətta sən onların bu hökmlərdəki ixtilafları üzərində düşünsən, onların ixtilaflarının Əbu Hənifənin, Şafii ilə Malikin ixtilaflarından daha çox olduğunu görəcəksən. Bu, inanılmaz bir etirafdır. O açıqca deyir ki, şiələrin daxili ixtilafı sünnilərin daxili ixtilafından daha şiddətlidir. Və bu ixtilaflar o qədər dərin idi ki, onun öz zamanında bəzi şiə alimləri məhz bu səbəbdən ümumiyyətlə şiəliyi tərk edib başqa məzhəblərə keçirdilər. Ət-Tusi etiraf edir ki, onun müəllimi Şeyx Əl-Mufidin özü ona Əbul Həsən Əl-Haruni adlı şiə aliminin məhz bu hədislərdəki ziddiyyətlərə görə məzhəbini tərk etdiyini danışıb. Ət-Tusi əlbəttə ki, bu problemi izah etməyə çalışır. O deyir ki, bəli, furu məsələlərindəki ixtilaf üsulun, yəni əqidənin batil olması demək deyil. Bu cavab ümumi olaraq doğrudur. Lakin bu cavab məhz şiələrin öz etiqadı ilə tam bir ziddiyyət təşkil edir. Çünki onların öz iddialarına görə imamlar elə məhz bu furu məsələlərindəki ixtilafı aradan qaldırmaq üçün göndərilmişdilər. Bu dərin ixtilafın mövcudluğunu digər böyük şiə alimləri də təsdiqləyirlər. Radiyuddin İbn Tavus fiqh elmində niyə çox kitab yazmadığını izah edərkən deyir. Çünki mən alimlərimizdən olan fəqihlərin arasında rəvayətlərdə nə qədər dərin ixtilafların olduğunu gördüm. Əl-Feyd Əl-Kəşani isə öz böyük Əl-Vafi kitabının müqəddiməsində yazır. Onların, yəni şiə fəqihlərinin ixtilafları o həddə çatdı ki,
sən onları tək bir məsələdə 20, 30 və ya daha çox fərqli rəy üzərində görürsən. Hətta istəsən deyə bilərəm ki, elə bir təfsilat məsələsi qalmayıb ki, onlar onun haqqında ixtilaf etməsinlər. Və bu ixtilaf təkcə furu, yəni fiqhi məsələlərlə məhdudlaşmırdı. Onlar dinin ən təməl, üsul, yəni əqidə məsələlərində belə dərin ixtilaflar içində idilər. İbn Tavus yazır ki, Şeyx Qutbuddin Ər-Ravəndi sırf Şeyx Əl-Mufid ilə onun tələbəsi Əş-Şərif Əl-Murtaza arasındakı ixtilaflar haqqında xüsusi bir kitab yazıb. Və o, təkcə üsul elmində bu iki nəhəng alim arasında 95 fərqli ixtilaf nöqtəsi təsbit edib. Və bu ixtilaf mirası bugünə qədər davam edir. Müasir şiə alimi Cəfər Əş-Şəxuri, Seyyid Əl-Xoyi kimi nəhəng bir mərcimin, keçmişdəki Əs-Saduq və Əl-Mufid kimi alimlərin məşhur rəylərinə yüzlərlə məsələdə müxalif olduğunu deyir və əlavə edir. İmam Xomeyni, Hakim və başqalarının da halı eynən belədir. Bugün şiə məzhəbinin öz daxilində sünni məzhəblərinin hamısının ittifaq etdiyi məsələlərdə belə dərin ixtilaflar mövcuddur. Məsələn, kitab əhli olan qadınla evlənmək və ya cümə namazının hökmü kimi məsələlərdə sünnilər ittifaq etdiyi halda şiə fəqihləri bir-birinə zid fətvalar verirlər. Burada diqqət edilməsi lazım olan ən önəmli nöqtə budur. Şiələrin daxilindəki alimlərin və müctəhidlərin sayı sünnət əhlindəki alimlərin sayından dəfələrlə azdır. Təkcə Hənəfi məzhəbinin alimlərinin sayı bəlkə də bütün şiə alimlərindən daha çoxdur. Bütün bunlara baxmayaraq, əgər şiələr öz alimlərinin etirafı ilə sünnilərdən daha çox ixtilaf ediblərsə, onun yalnız və yalnız tək bir səbəb ola bilər. Onlara doğru dini qəti şəkildə çatdıracaq, ixtilaflarını həll edəcək o məsum imamları əslində heç vaxt olmayıb və iddia etdikləri o imamlar əksinə onlara təqiyyə edərək, bilərəkdən doğru olmayan, bir-birinə zid fətvalar verərək onları daha da dərin bir heyrətə və çaşqınlığa salıblar. Və bu daxili ixtilaf və çaşqınlıq təkcə fiqhlə məhdudlaşmır. Bugün şiələr arasında qəbul edilmiş ən qəribə etiqadlardan biri də raca, yəni bəzi ölülərin qiyamətdən əvvəl dünyaya yenidən qayıdacaqları inancıdır. Əl-Mufid və Əl-Hurrul Amili kimi alimlər bunun üzərində şiələrin icma, yəni ortaq rəydə olduqlarını iddia edirlər və bir çoxları bunun məzhəbin zərurətlərindən biri hesab edirlər. Lakin eyni zamanda Əş-Şərif Əl-Murtada kimi digər böyük alimlər bunun heç də zəruri bir inancı olmadığını, sadəcə tarixi bir xəbər olduğunu və onu inkar edənin günah qazanmadığını deyirlər. Şeyx Kəşif Əl-Ğita isə daha da irəli gedərək bu etiqadın onun nəzərində bir dırnaq qopuğu qədər belə əhəmiyyəti olmadığını yazır. Necə ola bilər ki, dinin ən təməl etiqadı məsələlərində belə şiə alimləri öz aralarında bu qədər kəskin şəkildə ixtilaf etsinlər? Bəli, şiə tayfasındakı bu şiddətli ixtilaf onların imamət inancının özü ilə kökündən ziddiyyət təşkil edir. Çünki onların imamət üçün gətirdikləri ən əsas əqli dəlil məhz budur. İmamlar ümməti ixtilafdan qorumaq, onlara vahid və doğru bir yol göstərmək üçün zəruridir. O zaman gəlin o son, o amansız sualı verək. Əgər sizin məsum imamlarınızın varlığına baxmayaraq, siz bu qədər dərin, bu qədər sağalmaz ixtilaflar içindəsinizsə, o zaman onların mövcud olması ilə olmamasının arasında praktiki olaraq nə fərq qaldı?